Salam, hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Xəbərlərdə sizi mən Turaj İbrahimova tanış edəcəm. Marneolidə şahmat üzrə çempionat keçirildi. Orada Sadaxlı, Xocorni və Marneoli şəhər klubunun şagirdləri yarışdılar. Daha ətraflı sujetimizdə. Marneolidə beynəlxalq idman gününə həsr olunmuş şahmat turniri keçirildi. Marneolinin ictimai kitabxanasında aprelin 7-sində müxtəlif klubların şagirdlərinin iştirak etdiyi beynəlxalq idman gününə həsr olunmuş şahmat turniri təşkil olundu. Yarışda Bələdiyyə İdman Məktəbinin şahmatçıları, xüsusən Marneoli şəhər klubu, Sadaxlı və Təzəkənd kəndlərində fəaliyyət göstərən şahmat klubunun şagirdləri yer alırdılar. Tədbir bir neçə turdan ibarət oldu. Ən yaxşı oyunçular sertifikat və medallarla təltif olundular. Mən bu idman növü ilə 2022-ci ildən məşğulam. Bir dəfə Rustavidə keçirilən turnirdə iştirak etmişdim. Orada əldə etdiyim bal da yadımdadır. Sonra başqa bir turnirdə də yer aldım. 2 bal toplamışdım. Burada da bugün 1 bal topladım. Çox sevinirəm. Şahmat oynamaqda davam etməyi düşünürəm. Dərindən düşünsək görərik ki, həyatımız da şahmat oyunu kimidir. 2 il idi şahmat oyunu ilə məşğul olurdum. Sonra kluba daxil oldum. Ölkəmizdə bu idman növünə az-çox diqqət yetirilir. 2 qadın dünya çempionumuz var bildiyiniz kimi. Məncə beynin məşqi üçün əla məşğələdir. Burada Sadaxlı klubu ilə Marneoli klubu yarışdı. Uşaqlara daha çox qalibiyyətlər və uğurlar arzulayıram. Bu səpkidə turnirlərin daha çox keçirilməsi daha yaxşı olar. Bələdiyyəmizdə hər növ idmanın inkişafı bizə xoş olar. Bildiyiniz kimi, şahmat gənclər üçün çox faydalı və maraqlı oyundur. Onların emosional və intellektual inkişafına töhfə verir. Marneolidə reqbi festivalı keçirildi. Orada bələdiyyənin 5 reqbi klubu yarışdı. Marneolinin Armazi reqbi klubunun təşkilatçılığı ilə Tamaris kəndinin mərkəzi stadionunda reqbi festivalı keçirildi. Yarışda Marneoli bələdiyyəsinin 4 məktəbinin və Armazi reqbi klubunun 80-ə yaxın şagirdi iştirak etdi. Tədbir zamanı dəvət olunmuş məşqçilər uşaqları reqbi oyunu ilə daha dərindən tanış edərək onlara düzgün texnikalar təqdim etdilər. Bu cür festivallar bölgədə reqbinin inkişafına təkan verir. Bu yalnız reqbinin inkişafı deyil, həm də gənclər arasında sağlam həyat tərzinin təbliğidir. Mental olaraq güclü nəsil yetişdirməliyik. Belə bir tədbirin təşkilinə görə Marneoli bələdiyyəsinə və idman məktəbinə təşəkkür edirik. Festival reqbinin bölgədə inkişafına xidmət edir. Biz reqbinin daha populyar olmasına, bu idman növünə gəncləri cəlb etməyə çalışırıq. Gün ərzində möhtəşəm oyunlar keçirildi ki, bu da uşaqlarda idmanın bacarıqlarını təkmilləşdirməklə yanaşı, liderlik və məsuliyyət hissini də inkişaf etdirməyə kömək edəcək. İlk dəfə reqbi yarışına qatıldım. Ümid edirəm təkrar yenə oynayacağam. Reqbini sevirəm. Festivalın məqsədi yeniyetmələri bu idman növü ilə tanış etmək, oyunun prinsiplərini öyrənmək və reqbiçilərin bacarıqlarını inkişaf etdirməkdir. Həmçinin reqbini idman növü və həyat tərzi kimi populyarlaşdırmaqdır. Məktəb şagirdləri layihəyə cəlb edildiyi üçün qaydalar onlara uyğunlaşdırılıb və təhlükəsizdir. Qeyd edək ki, Marneoli bələdiyyəsinin Saymerlo, Cereteli, Qızılaclı, Tamaris kəndlərində və Marneoli şəhər 3 saylı məktəbi də daxil olmaqla 5 məkanda reqbi təlimi keçirilir. Beş yaşlı Luka Mentişaşviliyə deməli xərçəngin ağır forması diaqnozu qoyulub. Lukaya yardım etmək istəyirsinizsə 577 312 179 nömrəsinə zəng edə bilərsiniz. Bolnis bələdiyyəsinin Ratevani kənd sakini 5 yaşlı Luka Mentişaşvilinin əhalinin köməyinə ehtiyacı var. Ona xərçəngin ağır forması diaqnozu qoyulub.
Gürcüstanda bu istiqamətdə müalicə mümkün deyil və reabilitasiya məhdud templə davam etdirilməlidir. Günəş Şüası Fondu cəmiyyəti Lukaya kömək etmək üçün birləşməyə çağırır. Bu məqsədlə onların birbaşa iştirakı ilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. O cümlədən yerli sahibkarların və yaradıcı ansamblların da cəlb olunması ilə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Əgər Lukaya kömək etmək istəyirsinizsə, 577 312 179 nömrəsinə zəng edə və ya ekranda göstərilən hesab nömrəsinə pul köçürə bilərsiniz. Gürcüstanın Müdafiə Qüvvələri 29 illik yubileyini qeyd etdi. Tədbirdə hərbi qulluqçuların mükafatla təltif olundular. Gürcüstan Müdafiə Qüvvələrinin Milli Qvardiyasının hərbi ritual xidməti 29 illik yubileyini qeyd edib. Yubiley ilə əlaqədar Milli Qvardiyanın ərazisində təntənəli tədbir keçirilib. Milli Qvardiyanın rəisi briqada generalı Roman Çoxadze hərbi ritual xidmətin şəxsi heyəti qarşısında çıxış edərək onları peşə günü münasibəti ilə təbrik edib. Layiqli xidmətlərinə görə təşəkkür edərək bölmənin əhəmiyyətindən danışıb. Tədbir dövlət himninin oxunması ilə açılıb. Hərbi xidmətin əməkdaşları qonaqlara nümunəvi tamaşa təqdim ediblər. Tədbir çərçivəsində hərbi qulluqçuların idarə medalları ilə təltif edilməsi mərasimi də keçirilib. Hərbi ritual xidmətin ilk bölməsi Fəxri Qarovul dəstəsi 1996-cı il aprelin 8-də yaradılıb. 23 dekabr 2022-ci ildə isə Fəxri Qarovul hərbi ritual xidməti adlandırılıb. Hərbi ritual xidməti paradlarda, bayram şənliklərində, şərəf mərasimlərində, habelə yüksək rütbəli rəsmi nümayəndə heyətlərinin qarşılanması və yola salınmasında iştirak edir. Əlamətdar şəxslər hərbi ritual xidmətə qəbul edilməzdən əvvəl xüsusi seçim və təlim keçirilər. Narkotik vasitələrin dövriyyəsinə görə 2 şəxsi saxlayıblar. Onlardan biri Azərbaycan, digəri isə Gürcüstan vətəndaşıdır. Keçirilən əməliyyat tədbirləri və istintaq nəticəsində Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq çoxsaylı qanunsuz dövriyyədə və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlamada əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü şəxs və Azərbaycan Respublikasının vətəndaşı 1976-cı il təvəllüdlü şəxslər tutulub. Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur. Hüquq mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılan şəxslərin üzərində və yaşayış evlərində axtarışlar nəticəsində narkotik vasitə olan metadon, suboteks və heroin götürülüb. Həmçinin elektrik tərəziləri maddi sübut kimi götürülüb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə araşdırma aparılır. Xəbərlər informasiya proqramı sona çatdı, hörmətli tamaşaçılar. Sabah eyni vaxtda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.